Günə 2-3 paçka siqaret, üstəlik də şəkər xəstəliyi. Nəticədə ayağınızı itirə bilərsiniz. Bu hekayəni isə bizə Saf Hospitalın travmatoloq ortopedi doktor Fuad Əyyubov danışıb. Baxaq görək doktor pasiyent haqqında nələr deyəcək. Nəyə görə 25 illik xəstə ayağını itirəcək həddə gətirib bunu? Və niyə görə vaxtında müalicə almayıb? Və nəyə görə zərərli vərdişlər şəkər xəstəliyi ilə yan-yana qətiyyən durmamalıdır? Bütün sualların cavabı Kəmal Osmanovanın növbəti sujetində. Hər gün 2-3 paçka siqaret çəkir deməsinə görə. 25 ilə yaxındır şəkərli diabetdir. Ətrafın dizüstü amputasiyası qərarı verildi və yaxınlarının icazəsi ilə amputasiya olundu. 6 aydan sonra tam ətraf funksional protezlər var. O protezləri geyinib həyatlarına davam etdirə bilirlər. Günə 2-3 qutu siqaret çəkən və vaxtında doğru müalicə almayan 55 yaşlı şəkər xəstəsinin ayağı amputasiya olunub. Bu barədə travmatoloq ortoped Fuad Əyyubov STV xəbərə verdiyi müsahibəsində bildirib. 69-cu il təvəllüddür. Bizə deməli, sol aşağı ətrafda kəskin ağrılar, irinli infeksiyon ağırlaşma, diabetik pəncə diaqnozu olaraq daxil olmuşdur. Tam işemik ayaqla. Xəstə uzun müddət rayon mərkəzi xəstəxanasında ambulator və stasionar şəraitdə müalicə almışdır və yekun olaraq müalicənin effekti olmadığı üçün Bakı şəhərinə yaxınları tərəfindən gətirilib. Bizdə müayinələr aparıldı, ətraf Doppler müayinəsi olundu və dizdən belə desək, diz altı arterin tam tutulması və ətrafda işemiya, onunla bərabər irinli ağırlaşma, yəni yaralar var idi ətrafda çoxlu sayda və oradan irinli axıntılar var idi. Aparılmış müayinələrin nəticələri tam incələndikdən sonra xəstə yaxınlarına izah olundu ki, artıq xəstədə ağırlaşma fonunda digər orqanlarında da fəsadlar ortaya çıxırdı. Böyrək çatışmamazlığı əlamətləri var idi, qaraciyər və böyrək çatışmamazlığı. Yekun qərar olaraq xəstənin həyati göstərişlə ətrafın dizüstü amputasiyası qərarı verildi və yaxınlarının icazəsi ilə amputasiya olundu. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən şəkər xəstəliyinə bağlı amputasiya nisbəti dünya üzrə təxminən 20-25% arasında dəyişir. Diabetik ayaq yarası və qan dövranı pozuntusu olan xəstələrdə isə bu risk daha yüksəkdir.